Qardaş soruşur ki, bir müsəlman qardaşa mənim üçün dua et deyilməsi düzgündürmü? Qardaşlarım, bu yerdə bir neçə məsələ toplanmışdır. Hansı ki, insan bunların hər birinə nəzər edib diqqət etməlidir. Bir müsəlmanın digər bir müsəlman qardaşından və ya hər hansısa bir bacının öz müsəlman bacısından dua tələb edib istəməsi bu icazəlidir. Və bu şeydə heç bir problem yoxdur. Kitab və sünnədə varid olan dəlillərin çoxluğuna baxdığımız zaman bu işin icazəli olması zahir olaraq ortaya qoyulmaqdadır. Qardaşlarım, insanın öz müsəlman qardaşından onlar üçün dua etməyi istəməsi və xüsusilə də salih görülən və salih olaraq bilinən və şahidlik edilən və salih olması ilə məşhur olan adamlardan bu şəkildə mənim üçün dua et deyə istəmək olar. Necə ki, qardaşlarım, Yusuf surəsinin 97-ci ayəsinə baxdığımız zaman Yusuf aleyhissələmin qardaşları öz atalarına ey atamız bizim üçün günahımızdan Allahdan bağışlanma dilə, biz xatakarlardan olduq deyə müraciət edilər. Və həmçinin Muslim rahimahullahın 2542 rəqəmi ilə rəvayət etdiyi hədisdə, hansı ki uzun hədisdir, Uveys Əl-Qarninin hədisidir, Muhammed sallallahu aleyhi və səlləm Ömər radiyallahu anhuya deyir ki, əgər bacarırsansa ondan sənin üçün Allahdan bağışlanma diləməsini tələb etməyi, ondan bunu istə. Və Ömər ibn Xattab radiyallahu anhu Uveys radiyallahu anhunun yanına gələrək mənim üçün istiğfar et, Allahdan bağışlanma dilə demişdi. Və həmçinin qardaşlarım Səffən Şama gəldiyi zaman Əbu Dardanın evinə gəlir və onu orada görmür. Ummu Darda, Əbu Dardanın arvadı, ondan soruşur ki, haca mı getmək istəyirsən? Safvan deyir ki, bəli. Və Ummu Darda deyir ki, Allaha bizim üçün dua et və bizim üçün xeyirləri istə. Muhammed sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir ki, Muhammed sallallahu aleyhi və səlləm belə deyir, bir müsəlmanın digər müsəlman qardaşı üçün onun görmədiyi və eşitmədiyi bir yerdə dua etməsi onun duasının qəbul olmasına səbəbdir. Və onun başının üzərində təyin olunmuş bir mələk durar. Hər dəfə qardaşı üçün dua etdiyi zaman təyin olunmuş mələk də onun duasına əmin, Allahım qəbul et deyər. Və sənə də, yəni dua edənə də eynisi istədiyin olsun. Safvan deyir ki, mən oradan çıxdım və bazara getdim və orada Əbu Dardanı gördüm. Əbu Darda da eynisini mənə dedi və Muhammed sallallahu aleyhi və səlləmdən bu hədisi mənə rəvayət etdi. Bunu Muslim rahiməhullah 2733 rəqəmi ilə rəvayət etmişdir. Və həmçinin qardaşlarım, sahabələrin Muhammed sallallahu aleyhi və səlləmdən istiğfar diləmələri və onlar üçün dua etmələrini istəməsi barədə varid olan çoxlu hədislər gəlmişdir və əsərlər varid olmuşdur. Bir müsəlmanın digər müsəlman qardaşından dua istəməsi və həmçinin dua tələb etməsi barədə elm əhlinin çoxundan bunun icazəli olması gəlmişdir, qardaşlarım. Hətta İmam Navavi rahimehullah buna icma nəql etmişdir. Hətta qardaşlarım, Əl-Əzkar səhifə 643-də bir bab bölüm açmışdır və orada bir müsəlmanın özündən daha üstün gördüyü bir müsəlmandan duanın tələb etməsinin və həmçinin üstün yerlərdə dua edilməsinin icazəli olması babı və bu barədə gələn hədisləri və deyir ki, onların toplanıb yığılması, yəni o qədər çoxdur ki, bu barədə varid olan sayılıb hesablana bilməyəcək qədər. Və sonra deyir ki, və bu üzərinə icma olunmuş bir əməldir. Və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah da bu əməlin icazəli olmasını deyir. Məcmu Əl-Fətava 1/326 və 329-da bir müsəlmanın digər bir müsəlmandan, bir möminin digər bir mömindən mənim üçün dua et deyə istəməsi bu icazəlidir. Necə ki, bir müsəlmanın digər müsəlmana gücü yetdiyi və qadir olduğu bir şeydə mənə kömək et dediyi kimidir bu məsələ. Lakin qardaşlarım, bu icazəli olan məsələ bir kənara. İkinci bir məsələ vardır ki, bunu xüsusən də İbn Teymiyyə rahimehullah qardaşlarım qeyd edib və deyir ki, insanın öz qardaşından mənim üçün dua et deyərək istəməsi
icazəlidir, lakin daha üstün olanın əksidir. Müsəlman üçün ən üstün olan budur ki, özü Allaha birbaşa yönələrək, ortada heç bir kəsi və heç bir məxluqu əlaqə tutmadan, hətta bacardığı şey olsa belə, ən aşağı bir səviyyədə olsa belə kimsəni ortaya qoşmadan, hətta bu dua olsa belə birbaşa özü Allahdan istəsin. Və buna qardaşlarım bir neçə yerdən şeyx dəlil gətirir və ümumi dəlillərdən biri də insanın məxluqla Allah arasında kimisə, hətta ən balaca şeylərdə vasitə tutmaqdan belə çəkinməsi. Çünki qardaşlarım, bu insanın özü kimi bir məxluqun qarşısında hətta cüzi bir məsələ olsa belə onun aşağı düşməsi və digərini özündən üstün tutmasıdır. Və insanın da tam bir şəkildə istər balaca və istər böyük məsələlərdə yalnız Allahın qarşısında alçalmalı və ona öz duası ilə yönəlməlidir. Və həmçinin qardaşlarım, İbn Teymiyyə rahmehullah deyir ki, qorxulur ki, insanın digər insanlardan duanın istəməsi vasitəsilə sonra bir müddət sonra həmin şəxsi məxluqla xaliq arasında vasitə tutulsun. Və bu da İslam etiqadına zid bir məsələdir, vasitə tutulması, şəfaətçi tutulması və Allahdan başqa birilərin səbəb olaraq insana görülməsi. İnsanın ən üstün olan budur ki, birbaşa Allah Azza və Cəllədən istəsin. Bunu Məcmu Əl-Fətava 1/181 və həmçinin 193-də İbn Teymiyyə rahimehullah deməli demişdir. Və həmçinin Fətava Ləcnə Əd-Daimə qardaşlarım 24/261-də deyir ki, insanın öz qardaşından ruqiyyə istəməsi və dua istəməsi icazəlidir. Lakin onların tərk edilməsi, insanlardan bir şeyin istənilməsinin tərk olunması daha üstündür. Qardaşlarım, bəzən görürsən ki, insanlar bunu adət halına salır. Hətta həqiqi ehtiyacı olmasa belə və əksər vaxtlarda da bu insanın gəldiyi bir yerdə insanlarla vidalaşıb getmək istədiyi zaman, qardaşım, mənim üçün dua et, dualarda bizi unutma deyir. Bu, həqiqi olan bir duaya ehtiyacı yoxdur. Sadəcə insan bunu adət eləyib. Bəzən görürsən ki, qardaşlar, bu, hətta layiq olmayan birilərindən duanın istənilməsi. Baxırsan ki, insan salih olması ilə deyil, fasıq olması ilə məşhurdur. İbn Rəcəb rahimehullah deyir ki, sələflərdən çoxları bu səbəblərə görə başqalarının onlar üçün dua etmələrini istəməzdilər. Və onlara deyildiyi zaman ki, mənim üçün dua et, deyərdi ki, mən kiməm ki? Və həmçinin İmam Əhmədin yanına gəlindiyi zaman ona deyirlər ki, mənim üçün dua et, deyir ki, bəs bizim üçün kim dua edəcək? Yəni, bu, qardaşlarım, nədir? Məsələ icazəlidir, olar. Lakin alimlər, sələflər, qardaşlarım, ən üstün olanına insanları yönəldirdilər. Ən üstünü də insanın kimsəni özü ilə Allah arasında hətta icazəli olan şeylərdə olsa belə vasitə tutmadan birbaşa Allaha yönəldilməsidir. Və bu da İmam Əhmədin sözü və həmçinin digərləri də Mu'cəm Əl-Mənahi Əl-Ləfziyyə səhifə 87-də gəlmişdir. Qardaşlarım, bu sualı verən qardaşımız dua da istəmişdi. Allah Azza və Cəllə bizlərin və sizlərin günahlarını bağışlasın. Allah Azza və Cəllə səni dünya və axirətdə utandırmasın, dərəcəni yüksəltsin, səni və sevdiklərini bağışlasın. Firdos Əl-A'lədə uca Firdos'un məqamında səni və sevdiklərini bərabər etsin. Qiyamət günü üzləri ağaran şəxslərdən etsin. Biz özümüzü kimlər üçünsə dua etməyə layiq görməsək də, qardaşlarım, sadəcə qardaşımızın bizdən istəyi üzərinə özümüz üçün və qardaşımız üçün dua etdik. Allah Azza və Cəllə dinləyib eşidənləri də bağışlasın və bizləri əfv etsin. Yüksək cənnətin məqamlarına hər birimizi yüksəltsin, bizləri, zürriyyətimizdən olanları, ata-analarımızı və müsəlman olaraq yaşayıb ölənləri Rəbbim bağışlasın. Allah daha gözəl bilir.